Xankəndi və ətraf ərazilərin ölkə enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz enerji ilə təchiz edilməsi üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdə 1,8 kilometri yeraltı kabel olmaqla ümumilikdə 11 kilometrlik 110 kilovoltluq 2 dövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib. Paralel olaraq Xankəndidə müasir şəhər şəbəkəsi modelinə uyğun olaraq 110-35-10 kilovoltluq qapalı tipli yarımstansiya tikilib və bu işğaldan azad edilən ərazilərdə 110 kilovoltluq gərginlik sinfi üzrə tikilən ilk qapalı tipli yarımstansiyadır. Belə ki, burada 110-35-10 kilovoltluq paylayıcı qurğulara, o cümlədən 2 ədəd 63 MW transformatorlara qədər bütün avadanlıqlar məhz binanın daxilində yerləşdirilib. Yarımstansiyanın qapalı tipdə tikilməsi daha az yer tutmasına, avadanlıqların uzun müddətli istismarına və digər amillərə görə daha əlverişlidir. Başqa bir vacib məqam isə ondan ibarətdir ki, Azərenerji mütəxəssislərinin özləri müstəqil mikroskada sistemi yaradıblar və onu ilk dəfə məhz Xankəndidə tətbiq ediblər. Xankəndi yarımstansiyasının ərazisində həm də ambar, qazanxana, maşın mexanizmlərinin təmir sahəsi və başqa binalar da tikilib.